Sağ ol. Xoş gəlmisiniz. Bu hər bahar gələndə o qədər sevinirdik ki, 93-cü ilə qədər. 93-cü il baharın gəlişi bizim üçün o vaxtdan çöndü qış oldu. 113 gün mühasirə həyatımız, ermənilərin başlı beldə gəlib törətdiyi qətliamlar hər günümüzə, hər anımıza yazıldı. Biz o 113 gün mühasirədə qalıb çıxdıqdan sonra mənim bugünkü kimi yadımdadır. Atam şair Sönməz Ələkbər qərargaha gələndə bütün el aləm yığılmışdı, gəlişini eşitmişdi. O gələnlərin içində Allah rəhmət eləsin, şair Bəhmən Vətənoğlu da var idi. Şairlə görüşdü, dedi şair, siz gördüklərinizi Kəlbəcərin nə vəziyyətə düşdüyü maddi şeirlə deyin. Şair mən orada nə vərəq çıxarmadı, nə qələm çıxarmadı. Şair orada rəhmətliyə dediyi şeir, mən onu demək istəyirəm ki, İnanmazdım alınacaq Kəlbəcər. El qaçanda gözüm doldu, a Bəhmən. Hər tərəfdən hücum çəkdi erməni, yollarımı yaman aldı, a Bəhmən. Başsız qoyub, xalqı qaçdı ağalar. Boş kətlərə doluşdular dığalar. Uca dağlar, sıldırımlar, zağalar, 4 ay bizə arxa durdu, a Bəhmən. Məcbur idik, yer dəyişək, yer seçək. Gözlüyürdük, gecə düşsün yol keçək. Lalə, nərgiz, mircür əlvan gül çiçək elsiz açdı, elsiz soldu, a Bəhmən. Qurumadı gözümüzün yaşları. Alınları, sifətləri, başları, babaların məğrur məzar daşları güllələrlə şan-şan oldu, a Bəhmən. Əlində aynalı, qəlbində təpər, dağları özünə eylədi sipər. Sönməzəm gəlmədi atam Ələsgər, doğma başlı beldə qaldı, a Bəhmən.